Hüseynov Yusif Rəşadoğlu Salyanın Yuxarı Xələc kəndində yaşayır. Amansız həyat onu çox erkən yaşında sınağa çəkib. Cəmi 15 yaşı olan Yusifin hər iki böyrəyi fəaliyyətini itirib və o ağır bir xəstəliklə mübarizə aparır. Uşaqlıq çağında sağlamlığı əlindən alınan Yusif bugün yaşamaq üçün hər birimizin dəstəyinə möhtacdır. Ailənin maddi imkanları məhduddur və bu çətin mübarizədə onların yeganə ümidi xeyirxah, mərd Azərbaycan insanlarıdır. Bu sadəcə bir yardım çağırışı deyil, bu bir uşağın gələcəyinə ümid olmaqdır. Gəlin birlik olaq, balaca Yusifə yenidən həyat verək. Hər birimizin göstərdiyi kiçik dəstək onun üçün böyük bir ümid, yeni bir sabah deməkdir. Unutmayaq, yaxşılıq paylaşdıqca çoxalır. Yusifin yaşaması üçün bir ümid səndə oldu. Altına deməşlərə getmək istəyirəm. Kömək edin mənə, əməliyyat olub. Əmlərlə kömək istəyirəm. Xahiş edirəm, mənə kömək edir. Xahiş edirəm, mənə kömək edin, əməliyyat olub. Nəvəm Hüseynov Yusif Rəşadoğlu. Bronxların xəstəliyindən sonra böylərinin ikisi də atqaz edib uşağın. 9-cu sinif tələbəsidir. Sizə qurban olun, bütün xalqımdan xahiş edirəm ki, mənə yardım elə, əl-üzü uzadın. Yardım əl-üzü. Siz mənə kömək edin, Allah da sizə kömək olsun. Orucluq ayıdır. 12 man bir Allah evimizə uruzu bərəkət, balalarımıza can sağlığı, ailəmizə can sağlığı gətirsin. Balam birdən-birə atqaz elədi böyrəkləri. Ona görə də o da yoldaşları kimi məktəbə getmək istəyir. Müəllimlərin tez-tez gözünü açır, müəllimlərim məndən xəbər alır, yoldaşlarım məndən xəbər alır. Sizə qurban olum, Allah sizdən razı olsun, Allah hamımıza can sağlığı versin. Xalqımdan xahiş edirəm, uşağımın əməliyyatına görə mənə kömək edir. Deyir ki, böyrəyinin ikisi də atqaz edib, uşağa donor verilməlidir, qan vurulmalıdır, uşaq əməliyyat olunmalıdır. Anasının böyrəyini vermişik analizini, gedib Türkiyəyə. Bizdən 25 min pul istəyirlər. Bugünkü günə kimi özüm analizin hamısını elətdirmişik. Qanın vurduruq. İndi yəqin ki, Allah qoysa analizin cavabı gələr. Xalqımın anamlarından, mərd oğullarından kömək istəyirəm balamı. İndi uşağı dializə aparırıq, getiririk, tez-tez Bakıdan gəlmişik, rayonumuzda gətiririk. Tez-tez qanı düşür, uşağa qan köçürülür. Qan düşəndən sonra uşaq haldan çıxır. Görürsən, girinc qalırıq, hər yeri gəzirik, uşağımız ölməsin.